Əvvəlcə tut yuxusu haqqında danışaq. Yuxuda tut yemək yeni başlanğıcları və bolluğu simvollaşdırır. Sanki bilinçaltınız sizə həyatın şirinliyini və sizi gözləyən yeni fürsətləri xatırladır. Bunu özünü kəşf etməyə və şəxsi inkişafa doğru bir təkan kimi düşünün. Sizi ümid və pozitivliklə irəli baxmağa sövq edir. Olduqca ruhlandırıcı səslənir. Elə deyilmi? İndi təsəvvür edin ki, yuxunuzda bu hərəkət yeni imkanları ələ keçirmək və qabiliyyətlərinizdən maksimum yararlanmaq üçün güclü bir isteği ifadə edir. Hər şey özünüzə inanmaq, risk etmək və qarşınıza çıxan fürsətlərdən xəbərdar olmaqla bağlıdır. Əslində xəyalınız sizi dəyişikliyi qəbul etməyə, hər anı dəyərləndirməyə və uğur üçün düzgün qərarlar verməyə təşviq edir. Olduqca gücləndirici şeylər. Bəs yuxuda görsəniz necə olar? Bu biraz fərqlidir. Quru tut solğun imkanları və ya sevincləri təmsil edir. Dəyişiklik və yenilənmə ehtiyacını göstərir. Bu, köhnə vərdişlərdən əl çəkmək, özünüzü canlandırmaq və hətta keçmiş təcrübələri onlardan öyrənmək üçün, yenidən nəzərdən keçirmək üçün bir çağırışdır. Xəyalınız sizə daha ümidli bir gələcək üçün özünüzü yenidən formalaşdırmağı söyləyir. Bu, daha sağlam qərarlar qəbul etmək və irəliləməyə davam etmək üçün yumşaq bir xatırlatma kimidir. İndi haqqında danışaq. Bu, qaranlıq və ya acı keçmiş təcrübələrlə qarşılaşmağı simvollaşdırır. Keçmiş hadisələrin təsirini dərk etmək, o ağrılı anlardan dərs çıxarmaq və daxili kölgələrinizi qəbul etməklə bağlıdır. Xəyalınız sizi çətin vəziyyətlərdə güc tapmağa və daha parlaq bir gələcək qurmaq üçün keçmiş dərslərdən istifadə etməyə yönəldir. Hər şey daha sağlam yollar seçmək və təcrübələrinizdən böyüməklə bağlıdır. Dərin məsələlər, hə? Nəhayət, tut xəyallarının yozumu, simvolik dəyişiklikləri və daxili hissləri anlamaq üçün ipuçları təqdim edir. Bu xəyallar gizli mesajları aşkar etmək üçün bir vasitə kimi xidmət edir. Müxtəlif həyat mərhələlərində rəhbərlik təmin edir. Xarici hadisələr və daxili dünyanız arasındakı mürəkkəb əlaqəni araşdırmağa kömək edirlər. Bu, həyatın sirlərini anlamaq və qərarlarınızı öyrənilən dərslərə əsasən formalaşdırmaq üçün bir yol xəritəsi kimidir. Olduqca maraqlıdır, elə deyilmi? Beləliklə, növbəti dəfə tut xəyal etdiyiniz zaman bütün bu anlayışları xatırlayın və onların oyaq həyatınızla necə əlaqəli olduğunu görün. Kim bilirdi ki, sadə bir meyvə bu qədər məna daşıya bilər? İzlədiyiniz üçün təşəkkür edirəm və daha çox xəyal yozumuzumu üçün bəyənməyi, abunə olmağı və paylaşmağı unutmayın. Hamıya şirin yuxular.